Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məmmədovlar servizinin arxasında yoldan hardasa 400-500 metr məsafədə. Təxmini ölçü deyirəm, bəlkə də çox olar, yüngülvari bir az fərq eləyər. Gördüyünüz kimi hörmətli izləyicilər, 2 sotun içində 2 mərtəbəli tam təmiri şəxsi inşa olunmuş bir həyətimin satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bax bu ev usta evidir, özü üçün tikib. Yəni sadəcə pul lazım olduğu üçün müəyyən səbəblərə görə evi satışa çıxıb. Gördüyünüz kimi bu evin üzünün ağlaydı. Həyətinə də ev sahibi həyətini döşətdirib verəcək. Evin kanalizasiyası, suyu hamısı qaydasındadır, mərkəzi xətti. Sənədi nəzərinizə çatdırım, bələdiyyə sənədi olacaq. Ev, yəni gördüyünüz kimi xarici görünüşüdür. Hal-hazırda evin içində işlər gedir. Bura giriş darvazasıdır. Ağla ilə üzlənib bütün hasarları. Ev həqiqətən çox ilgəli evdir. Gələn adam biləcək ki, burada şəxsi evdir. Yəni o ev sahibi də özü ustadır, özü eləyir. Bax, girən kimi evin giriş hissəsidir, geniş dəhlizi var. Yuxarılar var, gördüyünüz kimi tam təmiridir, ideal vəziyyətdə işlənib. Ev sahibi özü öz əlindən çıxardıb, yəni bütün nə varsa keyfiyyətli materiallardan istifadə olunub. Sağ tərəfdə burada demək, gördüyünüz kimi sanuzeldir, duş kabinadır, yəni hamısını hazır qoyub. Yəni modator zat hamısı qaydasındadır. Hal-hazırda evin indi bir dəqiqə pləkanı var, görsünüz pləkanı yığılır. Bir dəqiqə hal-hazırda, amma evin təmiridir. Bütün keyfiyyətli materiallardan istifadə olunub. Baxın bir dənə. Müəyyən səbəblərə görə ev sahibi təzən satası oldu. Demək, burada sol tərəfdə də mətbəx yeridir. Gördüyünüz kimi evin demək olar hər tərəfi açıqdır, havalanmaya uyğundur. Bütün pəncərələrdən tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi hörmətli izləyicilər, ev, yəni qəşəng təmir olmuş evdir. Buranın da aboyları vırılıb. Gördüyünüz kimi belə şəbəkə ilə eyni hardasa 4 metrdən çoxdur. Uzunluğu da bir rahat bir 8 metr var. 30 kvadratdan çoxdur qonaq otağı. Geniş, ürək açan, əlverişlidir. Lüsurların bir ev sahibi alıb qoyub. Sadəcə yenə deyirəm, bax hörmətli izləyicilər, bunu ev sahibi özünə tikir. Özü də ustadır, özü işləyir hər işdə. Bir dənə qalıb xırda para işlərdə özü deyir, pul lazım olduğu üçün satışa çıxardası oldu müəyyən səbəblərə görə. Buradan qalxırıq, hal-hazırda gördüyünüz kimi bugün pləkanları özü işlənir. Baxın, burada geniş bir plaşatkadır girən kimi, gördünüz. Ev mansard tiplidir, amma hündürlüyü göz qabağındadır, 3 metrdən çoxdur. 3 metrdir rahat. Burada yenə ikinci dəhliz otağı, yuxarıda ikinci mərtəbənin dəhlizidir. Sağda yenə sanuzeldir, modatordur, hamısı qoyulub, gördüyünüz kimi də. Hər şey səviyyəli və formada ev təmir olunub. Qran mərmərlərdən yığılır. 3 geniş otaq da buradadır. 3 geniş otaq var, gördüyünüz kimi. Burada bir geniş otaq. Aboyları vurulub yuxarılarında. Aboylar da özü çox qəşəng bahalı zövqlü aboylardan istifadə olunur. Burada gördüyünüz kimi. Harca 4-ün 5-ə bir yataq otağıdır. Hündürlüyü də yəni yaxşıdır. İzolyasiyada ev sahibi güclü izolyasiya ilə. Bunu da nəzərdə çatdırın. Burada da yenə bir yataq otağıdır. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatları sizin nəzərinizə çatdırdım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz. Hörmətli izləyicilər, evin qiyməti start qiymət 153 min start qiymətdir. Real aldıqsa indirim olmağına olacaq birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.